15 mart buraxılışa düşən 39 nömrəli suala baxırıq. Deyir ki, xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Bu nə deməkdir? Xəbəri icbar növdə olan cümlə tapmalıyıq. Baxaq. Həmişə həvəslə yazdırırlar. Burada yazdırırlar. Yazdırırlar icbar növdədir. Obyekt də yoxdur, subyekt də yoxdur. Üzərində iş görülən əşya verilməyib. Bunun üçün biri götürmək olar da, düzdür? Sualın şərtini ödəyir. Çünki subyekt də yoxdur, obyekt də yoxdur. Xəbərdə icbar növdədir. 2. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Burada dəyişdirmək məlum növdədir. Sən dəyişdirirsən, başqası dəyişmir. Bunu çıxırıq. 3. Dünən yazdırdıqlarımız qovluqdadır. Burada düzdür, yazdırdıqlarımız icbar növdədir. Lakin o xəbər deyil, mübtədadır. Dünən yazdırdıqlarımız tərkibidir. Mübtəda olduğu üçün də bunu çıxırıq. Bizə xəbər lazımdır. 3 çıxır. 4. Səhərə kimi kəndə daşıtmalıdırlar. Burada daşıtmalıdırlar icbar növdədir, düzdür. Nəyi daşıtmalıdırlar? Yoxdur. Obyekt yoxdur. Subyekt də yoxdur. Çünki xəbər icbar növdədir. Mübtədasını görmürük, 4'ü götürürük. Cavabımız olur 1 və 4. 5'ə baxırıq. Yeni layihələri mütəxəssislərə hazırladın. Hazırladın icbar növdədir. Amma subyekt var, obyekt də var. Hazırladın da icbar növdədir. Bizə olmayanı istəyir. Görürsünüz, olmayanı istəyir bizdən. Deməli 5'i də çıxırıq. Cavabımız olur 1 və 4. C bəndi.